Mən hər gün qaçıram. Baxmayaraq ki, artıq 58 yaşım var və özümü çox yaxşı hiss edirəm qaçanda. Sanki biz sümüyümüzü hiss eləmirik belərimizdə, amma sanki sümük bərkiyir və sanki gəncləşir, belə deyək. Mən tövsiyə edirəm, mütləq şəkildə hər gün idman edin. Bunu bir vərdişə çevirin, gününüzü idmanla başlayın və sonra bütün işləriniz faydasında gedəcək, əmin olun. Şəraiti gözləməyin. Kimisinin yanında bağ var, orada qaçsın. Həyat var, orada qaçsın. Zal var, orada qaçsın. Harada istəyirsiniz, bu idmanı edə bilərsiniz. Təki idman edin və görəcəksiniz insanın ruhu necə də möhkəm, balanslı və eyni zamanda bədəni də sağlamdır. Uğur olsun. Bizim ümumiyyətlə ən çox əziyyətli bir iş disiplin yaratmaq. Necə edək ki, həyatımızda hər şeyi vaxtında çatdıra bilək, hər şeyi ardıcıl düzə bilək. Bunun üçün yalnız bir vərdiş lazımdır ki, digər vərdişləri də ona söykəyə biləsən. Yəni, çox adam deyir ki, mən kitab oxuya bilmirəm, çünki vaxtım yoxdur. Və s. Mən idmana gedə bilmirəm, vaxtım yoxdur və s. Amma əgər bir dəfə səhər tezdən idmana gəlsəniz və onu ardıcıl etsəniz, hər gün, bir həftə, 20 gün, 21 gün gəlsəniz, ondan sonra artıq siz o barədə düşünmədən hər gün eyni vaxtda oyanıb idmana gələcəksiniz. Ondan sonra, idmandan sonra bütün istədiyiniz yaxşı vərdişləri hansı ki etmək istəyirsiniz, onları o vərdişə söykəyərək nizamlaya biləcəksiniz. Uğur olsun.